İkinci isə Riyaziyyat 2025-ci il test toplusunda 68-ci sual dərsimizin adı funksiyanın böhran nöqtəsi törəmə və tətbiqləri bölməsindən deyir ki, bu funksiyanın ən böyük qiymətini tapın. Əslində bu funksiyanın ən böyük qiymətini biz bilirik ki, ən böyük qiyməti funksiyaya keçməyən uşaq, hələ bir 7-ci sinif şagirdi funksiya bilmir, başqa bir yollara əl atmalıdır. Amma bizim dərsimiz funksiyanın törəməsidir deyə biz törəmə ilə tapmağa çalışırıq. İndi törəmə tapmaq üçün, bunun ən böyük qiymətini tapmaq üçün ən əvvəla biz Y-dən törəmə almalıyıq. Törəməsini əgər alsaq bunu U bölü V-nin törəməsi kimi baxıraq. U bölü V-nin törəməsi də biz bilirik ki, U törəmə V, 24x-in törəməsi birbaşa yazıram 24-ə bərabərdir. Vurulsun V, yəni x kvadratı üstə gəl 16. Çıxılsın U V törəmə, yəni 24x vurulsun x kvadratı plus 16-nın törəməsi də 2 gəldi x-in qarşısına, 16-nın törəməsi 0-a bərabərdir. Vurulsun 2x-ə. Bölünsün məxrəcin kvadratı. X kvadratı üstə gəl 16-nın kvadratı. İndi nə qədər sadələşdirmə edə biliriksə hamısını eləyək. 24 kvadratın bunun üstə gəl 24 vurulsun 16 çıxacaq. Çıxılsın 8x kvadratı. Burada x kvadratı üstə gəl 16-nın kvadratı olduğu kimi. Burada x kvadratı. Burada da çıxacaq gəl. Alın mənfi 24x kvadratı üstə gəl 24 vur 16 bölünsün x kvadratı üstə gəl 16. Bilirik ki, funksiyanın böhran nöqtəsini tapmaq üçün törəməni 0-a bərabər edirik. Bunu 0-a bərabər edəndən sonra məxrəcə baxmırıq, sürəti 0-a bərabər edirik. 24x kvadrat üstə gəl 24 vurulsun 16 bərabərdir 0-a. Bunu attım o tərəfə. Deməli, mənfi 24x kvadrat bərabərdir 24 vurulsun 16 nəfsi ilə. Deməli, mənfilər getdi, 24-lər getdi, qaldı x kvadrat bərabərdir 16-ya. X bərabərdir 1 4-ə. İndi bunu alandan sonra bu x0-ı gəlirik funksiyada yerinə qoyuruq. İndi bunu fx-dən versəydi, əgər belə yazacaqdı. F daxil 4. Yəni bu y-in 4 qiyməti belə yazıram. Gəlib qoysaq əgər yerinə yazaq 24 vurulsun 4 bölünsün 4-ün kvadratı 16 üstə gəl 16. Bu deyir nə? 24 vurulsun 4 bölünsün 16 üstə 16 32 eləyir. 32 4 8 8 24 8-ə böldük 3. Cavabımız oldu 3. İndi bunun törəmə qaydasıdır. Yəni törəmə olmayan qaydasında ikinci üsul kimi burada yazdım siz üçün. 24x-i x-ə bölürəm 24, x kvadratı x-ə bölsəm əgər x üstə gəl 16 bölünsün x. İndi baxırıq məxrəcə x üstə gəl 16 böl x-in deməli biz bunun ən böyük qiyməti tapırıqsa bunun ən kiçik qiyməti tapmalıyıq. Biz bir dənə qayda bilirik ki, a üstə gəlsin b böyük bərabər olmalıdır 2 kök altda AB-dən, elə deyil. İndi burada a x b 16 böl x-dir. Belə yazarsam əgər x üstə gəlsin 16 böl x böyük bərabərdir 2 vurulsun kök altda x vur 16 böl x, x'lər getdi 16-dan kökdən çıxır 4, 2 vur 4 8 və bu 8-dən böyük bərabərdir. Bunun ən kiçik qiymətini tapmalıyıq ki, cavabın ən böyük qiymətini tapaq. Bunun ən kiçik qiyməti 8-ə bərabərdir. Gətirib qoyduq yerinə 24 bölünsün 8 böl 3. İndi baxanda daha yaxşı yol təbii ki ikinci yoldur. Uşaq bunun qaydanı zaten bilir. Bilmirəm ya 7 ya da 8-ci sinif mövzusu, 8-ci sinif mövzusu, 7-ci sinifdə kök yox deyəsən. Yəni 8-ci sinifdən bunu zaten uşaq belə yazmalıdır, belə yaza bilməz. Amma bunu fikirləşmək belə hər tərəfi x-ə bölüb sonra buna oxşadıb bunu tapmaq elə törəməni yazana qədər eyni vaxtda bərabər olacaq. Bloka düşə bilərmi? Bəli, sıfırlı blok tipli sualdır. Qəşəng sualdır. Ümid edirəm sualın izahını bəyəndiniz. Təşəkkür